Yalan danışan insan bu dünyada alçalır. Allah Azza ve Celle onu rüsva eləyir. Heç görmürsünüz, yalan danışan bir kimsə izzətli olsun. Yalan danışır, amma izzətlidir. Hamının gözünün içinə baxa-baxa yalan danışır, amma izzətli adamdır. Hamı gələndə ona hörmət edir. Yoxdur belə şey. İnsan yalan danışa-danışa izzətini itirir. Ona görə müsəlman insan bilməlidir ki, yalan həm Allah qatında insanı həlakə aparır, həm də bu dünyada insanı rüsva edir. Müsəlman insan şiddətli bir şəkildə yalandan üst çevirməlidir. Yalan danışmaq böyük günahlardandır. Yalan danışmaq elə bir şeydir ki, insan fərqində olmur. Allahın onu necə günbəgün zəlil etdiyini. Və xəstəlikdir. Bir dəfə yalan danışırsan, 2 dəfə yalan danışırsan, bir də görürsən ki, öz yalanlarına özün inanmağa başlamısan. Xəstəlik artıb. İnsan yalan danışır, öz yalanlarına inanmağa başlayır.